Sizləri salamlayıram yeni gündə. Dəyərli dostlar, dəyərli müştərilərim. Sizlərə mən bu günləri şəxsi tikli, geniş həyəti, evin içərisi kifayət qədər böyük, qaz, su, işıq daimi, hündür bir ərazidə, harda? Xırdalan şəhərində 119 nömrəli avtobus dayanacağına cəmi 1 dəqiqəlıq məsafədə piyada. İdeal bir həyət ev təqdim edirəm. Kombi sistemimiz çəkilib, mərkəzi kanalizasiyadır. Görürsünüz, belə bir həyətimiz var, yaşıllıq var. Döşəməmiz tam etdi. Əlavə olaraq qıraqlarda da yer ayrılıb. Qiymət də həqiqətən də çox möhtəşəmdir. Qoyun dəqiq yerini açıqlayayım, sonra keçək qiymət söhbətimizə. Dəqiq ünvanı Xırdalan şəhərində. Xəzinə Şadlıq Sarayından sonra Günlar Şadlıq Sarayı var. Günlar Şadlıq Sarayına tam olaraq yaxın bir ərazidə. Kürsülü, 3 otaqlı 57 min manata həyət evimiz çıxıb satışa. Belə bir şirin evimizin çox görkəmi var. Həyətdə artıq veşlər yığmaq üçün depodur. Belə bir böyük darvazamız var. Çox ideal bir həyət evidir. Kim alsa Allah xeyirlisini nəsib eləsin. Gözəl evdir. Düşmə ev istəyirsiniz, bu da düşmə ev. Görürsünüz, artıq veşlər yığmaq üçün depo bir alandır. Üstü betondur. Betonun da üstündə 1 tonluq əlavə su ehtiyat bakımız var. Hər ehtimala qarşılıq əmlak sahibi özü quraşdırılıb. Öz şəxsi yaşadığı evi yenidən təmir edib və yaşamayıb. Planları dəyişdiyi üçün evi konkret qərar alıb ki, satır. Sağda mətbəx alanımız yerləşir. Solda 1 otaq, 2 və 3 və ümumi sanuzelimiz. Evimizin damına çıxışdır. Dəyərli dostlar, qiymət həqiqətən də möhtəşəm qiymətdir. Bugünkü bu gündə belə bir gözəl ev yoxdur demək olar ki, satışda. Bura 1 otağımızdır. Görürsünüz, normal rəngli, gözəl bir aboylar vurulub. Kombin xətlərini görürsünüz. Döşəməsi laminatdır. Sağ əl istiqamətində gözəl mətbəx alanımız yerləşir. Normal ölçülü, normal təmirli mətbəximiz. Görürsünüz necə gözəldir. Kim alsa Allah xeyirlisini nəsib eləsin. Əmlak sahibi onda qeyd edir ki, real alıcıya qiymətində gözəl endirim nəzərdə tutmuşam. Ümumi sanuzelimizdə belə bir ümumi sanuzelimiz var. Burada yerləşir növbəti bir otağımız. Görürsünüz, çox səliqəli və çox gözəl bir evdir. Allah alanın da satanın da xeyrini versin. Qiymətdə endirim olub, dəyərli izləyicilər. Bu ev satışa çıxırmış 59 min manata. Əmlak sahibi zəng elədi mənə, dedi ki, təcili pul lazımdır, 57 minə endirmişəm. Gəl çək bu evi satışa çıxar. Reallıqda yenə də endirim eləyəcəm. Bura isə evimizin geniş bir qonaq otağıdır. Dəyərli dostlar, vaxtınızı bizə ayırıb, bizi izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.